kim onlara təyin eləyərsə, onlara qəzəb keçirərsə, deyirlər, sahabələr kafirdirlər, sahabələr yəni pis sözlər söyləyənlər deyir, artıq küfr edirlər onlar. Kafir olurlar bununla. Allaha qarşı küfr edirlər. Niyə deyə bilərsən? Sahabə Allaha qarşı küfr. Çünki Allahın ayətlərini yalanlamış sayırlar. Nə oldu? Bütün hamısı sahabələr kafir oldu. Allah Teala Quran-ı Kərimdə onların fəzilətini bildirir. İndi o ayətləri oxuyacaq. Sənin deməyin ki, onlar hamısı mürtəd oldu, çıxdı dindən, 3-4-ü qaldı, qalan hamısı kafir oldu. Bu nədir? Bu açıq-aşkar o ayətləri yalanlamaqdır. Ona görə küfürdür. Ola bilər insan bir sahabəyə və yaxud iki sahabəyə dinə görə yox, müəyyən o şəxsiyyətinə görə bir təyin eləsin, bu fiskdir. Bu insanı dindən çıxartmır. Biz buna bir şey demirik. Yəni küfr baxımından bir şey demirik. Ya bu da olmaz. Bu fiskdir. Amma külliyən gəlib desə ki, sahabələr kafirdirlər, sahabələr mürtəddirlər, bu artıq Allahın ayətlərini yalanlamış sayılır. Və Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki: "Vəs-səbiqun el-əvvəlun minəl-muhacirin vəl-ənsar vəl-ləzîne itteba'uhum bi-ihsan radiyallahu anhum və radu anh." Hamını ötüb keçmiş, səbiqun deyir Allah Taala. Hamını ötüb keçmiş mühacir və ənsarlar və onlara gözəl şəkildə tabi olanlar, Allah onlardan razıdır. Onlar da Allahdan razıdırlar. Allah Subhanahu wa Taala bunları Quran-ı Kərimdə tərifləyir. Bunları məth eləyir. لَقَدْ رَضِيَ اللّٰهُ عَنِ الْمُؤْمِنِينَ اِذْ يُبَايِعُونَكَ تَحْتَ الشَّجَرَةِ Ayətə baxın. Artıq Allah o möminlərdən sənə ağac altında beyət edən möminlərdən razı qaldı. Fikir verin, Allah Subhanahu taala razılığını bildirir. O ağac altında beyət eləyənlər kimlər idi? 1400-dən artıq sahabə idi. Onlar o sahabələrə indi dil uzatmaq nədir? Bu ayətləri yalanlamaqdır. Gətirirlər müəyyən hansısa sahabə filan yerdə nəsə elədi. Nə bilim, Ömər gəldi radiyallahu anh. Gəldi Peyğəmbər sallallahu əleyhi və səlləm cənazə qılmaq istəyir, gəldi dedi ki, niyə qılırsan münafiqə? Sən Allah Rəsulunun ağıllı idin. Belə şeyləri çıxardılar, tapdılar. Ayətlərə bax. Bunların hamısının cavabı var. O sahabələr haqqında gətirilən o məsələlərin hamısının cavabı var. Amma ilk öncə nədir? Qurana nəzər sal. Qurana bax. Gör Allah Subhanahu wa Taala onları necə məth edir, onları necə tərifləyir, onlardan razı qaldıqlarını Allah Subhanahu wa Taala buyurur. Quranı qoymusan qırağa, harca aşıbqa axtarsan. Səhv axtarsaq, hamıdan səhv tapa bilərik. Axtarsaq, səhv tapa bilərik. Amma biz nədir? Biz nə etməliyik? Bəli, sahabələrin səhvləri var. Çünki biz demirik ki, onlar məsumdular. Biz demirik ki, onlar məsumdular, qeybi bilirdilər, öləcəkləri günü və yaxud onlar da idarə edən kainatı. Biz belə demirik, zəlalət əhli firqələri kimi. Biz deyirik ki, onlar insan idilər və onların xeyir əməlləri var və həmçinin səhvləri də var, bəli. Səhvləri də var, çünki məsum deyirlər. Sadəcə bizə düşən nədir? Onların xeyirlərini götürürük. Çünki xeyirlər o səhvlərin üstünü örtüb. Dini onların vasitəsilə gəlib çıxır. Onlar İslam üçün nə böyük işlər görüblər. O əməllərini götürürük, o xətaları da Allah bağışlasın. Necə ki, bunu Rəbbimiz bizə öyrədir. Quran-ı Kərimdə. Necə ki, Allah Subhanahu wa Taala buyurur ki, وَالَّذ۪ينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذ۪ينَ سَبَقُونَ بِالْإِيمَانِ وَلَا تَجْعَلْ ف۪ي قُلُوبِنَا غِلًّا لِلَّذ۪ينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ Onlardan sonra gələnlər deyərlər ki, Rəbbimiz bizi və bizdən qabaq bizi imanda ötən qardaşlarımızı bağışla. وَلَا تَجْعَلْ ف۪ي قُلُوبِنَا غِلًّا لِلَّذ۪ينَ آمَنُوا Və qəlbimizdə iman gətirənlərə qarşı kin saxlama Rəbbimiz. Allah Taala bunu bizə öyrədir Quran-ı Kərimdə. Yəni biz nə etməliyik? Kin küdrət olmamalıdır möminə qarşı, xüsusən də sahabələrə qarşı. Rəbbimiz bizi bağışla, bizdən öncə iman gətirənləri bağışla. Qəlbimizdə kin saxlama. Axtarsaq, hamıdan hər şey tapa bilərik. Ona görə bizə düşən nədir? Dilimizi qorumaqdır və Allahın bu ayətləri haqqında düşünməkdir, əməl etməkdir. Və əhl-i-sünnənin usullarından biri də nədir? Sahabələrə qarşı qəlblərimiz salamat olmalıdır. Onların xətalarını araşdırmamalıyıq. Onlara kin-küdrət bəsləməməliyik. Bəziləri çıxır deyir ki, yox, bu söhbət o deyil. Biz belə deyəndə, qayıdıb bizə rafizlər deyir ki, nədir? Yox, sən bəs bilməlisən, dinivi kimdən götürürsən? Sən bu Əbu Bakır, Ömər, Osman, bunlar layiq deyil ki, bunlardan sən din götürəsən.
Elə sözlər deyirlər. Biz ona görə danışırıq da, biz onlara görə onların o səhvlərini gətiririk. Ona görə ki, sən ondan din götürürsən. Yaxşı, sən öz dinini kimdən götürürsən? Məclisidən, Kuleynidən və sair alimlərin adlarını çəkir. Ni'mətullah el-Cəzairi və hansılar ki, Qur'anın təhrifini etiqad eləyiblər ki, Qur'an təhrif olub. Tabarsi Qur'anın təhrifi haqqında kitab yazır. Sübut eləyir. Bu qalınlıqda kitabdır ki, orada nədir? İsbat eləyir ki, bu Qur'an təhrif olunub. Orada rivayətlər gətirir. Onlara alimlər çatanda deyir, bəs nə oldu? Bəs siz bu alimlərdən dininizi götürürsünüz. Siz rivayətləri oradan götürürsünüz. Bəs nə oldu? Sahabələrə bizə irad bildirirsiniz. Hansı ki, sahabələrin əli ilə din gəlib bizə çatıb. Amma özünüz kimin yolunda gedirsiniz? Kimdən elminizi götürürsünüz? Dininizi götürürsünüz? Kimin rivayətlərinə baş vurursunuz? O alimlərə adlarını nə qədər ad çəkmək olar burada? Əl-Amili və digər. Dininizi onlardan götürürsünüz. O kafir, zındıq alimlərdən. Ona görə bizə belə söz deməyin. Deməyin ki, onlar layiq deyil. Onlar layiq idilər. Elə Peyğəmbər sallallahu əleyhi və səlləmin yolunu ən gözəl şəkildə gedənlər onlar idi və dini bizə, Qur'anı bizə rivayət edənlər, Qur'anı bizə çatdıranlar onlar olub. Qur'ana xidmət edənlər rivayətlərə əsasən Qur'anın ayətlərini atırsınız qırağa. Biz nədir? Biz o sahabələrin rivayət etdiyi Qur'anın üzərindəyik. Elhamdülillah.